Tehrandan yola çıxıb İranın şimalına Xəzər dənizini görməyə getdik və mən inanmazdım ki, İranda həyatımın ən maraqlı təcrübələrindən birini yaşayacağam. Bu videolara diqqətlə baxın. Tunellərə girməmişdən əvvəl torpağın rəngi, yaşıllıq və hava temperaturuna baxın. Bura isə tunelləri tam keçdikdən və şimal tərəfə keçdikdən sonraki görüntülərdir. Birdən-birə temperatur düşdü, hansı ki biz Tehranda qısa qolda idik, amma birdən-birə yağış başladı, meşəliklər ortaya çıxdı, qayalıqlar, yaşıllıqlar ortaya çıxdı. Çox maraqlı təcrübə idi. Həqiqətən mənə elə gəldi ki, Tehranla şimalın arasında bir pərdə var idi. Sanki biz o pərdəni aralayıb keçdik və birdən-birə meşəliklər olan bir aləmə keçmiş kimi olduq. Olanlar bilir ki, Tehranda belə yaşıllıqlar yoxdur və bura gəlib çıxmaq üçün onlarla tunel keçməlisən. Bəzi yollarda 40-dan çox tunel var. Biz Cadde Çalus deyilən məşhur bir Çalus yolu ilə gəldik. Və belə bir maraqlı təcrübə yaşayıb gəlib Xəzər dənizini İran tərəfindən də gördük. Şimalda yaşadığımız maraqlı təcrübələri digər videolarda göstərəcəm.